Sual 38. Kimyaçı müxtəlif qazlarla doldurulmuş şarlardan istifadə etməklə havada müxtəlif qazların paylanmasına aid təcrübə aparır. O şarlardan birinin helium qazı, digərlərinin azot qazı, o birinin isə oksigen qazı ilə doldurur. Daha sonra şarlar havaya buraxılır. Təcrübə zamanı məlum olur ki, X qazı ilə doldurulmuş şar, deməli, dolu olan şar yuxarıya qalxmır. Y qazı ilə dolu olan şar sürətlə yuxarıya qalxır. Z qazı ilə dolu olan şar isə azca yuxarıya qalxıb dayanır. X, Y, Z qazlarını müəyyən edin. Deməli, öncəliklə gəlin baxaq. Verilən qazlar hansılar idi? Verilən qazlar, deməli, biri helium qazı idi. Helium qazı. Bu helium qazının emeri 4-ə bərabərdir. Sonra ikinci qaz azot qazıdır. Bu azot qazı N2 şəklində yazılır və emeri 28-ə bərabərdir. Sonra o biri qazı da oksigen qazıdır. O2 şəklində yazılır və bunun emeri də 32-yə bərabərdir. Dəyərli dostlar, əgər havanın emeri də baxın 29-a bərabərdir. Əgər sürətlə qalxırsa, bu deməkdir ki, orada helium var imiş. Bizə nə deyir? X deməli qazı ilə dolu olan şar yuxarıya qalxmır. Deməli X qazı oksigen qazı imiş. Səbəb, çünki oksigen qazı 32-dir, havadan ağırdır, dibə çökəcək. X qazı müəyyəndir, elhamdülillah. Y qazı ilə dolu olan şar isə sürətlə yuxarıya qalxır. Deməli, bu Y qazı da helium qazı imiş ki, sıxlığı az olduğuna görə, daha yüngül olduğuna görə sürətlə yuxarıya qalxdı. Sonra, bəs Z qazı niyə azca yuxarıya qalxıb sonra dayandı? Bu Z qazı da azot qazıdır. Azot qazının sıxlığı havanın sıxlığına təqribən bərabərdir. Ona görə də bir balaca havadan yüngül olduğuna görə az miqdarda yuxarıya qalxıb dayandı. Qısası düzgün cavabımız nə olacaq? X olacaq oksigen, X oldu oksigen, yəni D variantı olacaq. Y olacaq helium, o birisi olacaq azot. Sual 39. Karbon qazının verilmiş həcmlərinə uyğun olanları müəyyən edin. Deməli, karbon qazının birinci həcmi 4,48, bu 0,2 mol deməkdir. Niyə belə qənaət edirəm? Çünki qazların normal şərtdə 1 molunun həcmi 23,4 litrə bərabərdir. Görürsən, 4,48 litre neçə mol deməkdir? Təbii ki, 0,2 mol deməkdir. Sonra 8,96 litr. Bu da 0,4 mola uyğun gəlir. Niyə dəyərli dostlar? Çünki hər bir qazın normal şərtdə 1 molu 23,4 litr həcm tutur. Bəs görürsən, neçə molu? 8,96 litr həcm tutur. Belə bir tənasüb hazırlaya bilərsiniz. Sonra 11,2 litrdə bu da yarım mol deməkdir. Yəni 0,5 mol deməkdir. Çünki 1 mol əgər 23,4 litr həcm tutursa, o zaman yarım molda 11,2 litr həcm tutmuş olacaq. Keçək növbəti söhbətimizə baxırıq. Bu qədər molekul. Deməli, 2,408 vursun 10-23 molekul. Bu 0,4 mol deməkdir. Niyə? Çünki 1 mol 6,2 vursun 10-23 dənə molekuldur. Bəs görürsən, neçə dənə molekul 2,408 vursun 10-23 deməkdir. Sonra növbətçisi 1,204 vurulsun 10-23. Bu qədər molekul da 0,2 mol deməkdir. Sonra növbətçisi 3,1 vursun 10-23-də, bu da 0,5 mol deməkdir. Sonra 8,8. Dəyərli dostlar, karbon qazının emeri 44-dür. 1 molu 44 qramdır. Bəs neçə molu 8,8 qram deməkdir? 0,2 molu. Yenə də, əgər 1 molu 44 qramdırsa, neçə molu 17,6-dır? 0,4 molu. Qısası, indi uyğunluğu müəyyənləyəndə birinci fikrimizə uyğun gələcək, yəni 0,2 mola uyğun gələcək. 2 və 4. Birinci fikrə 2 və 4 uyğun gəlsin, yəni bu variantlar getdilər. Sonra ikinci fikrimizə uyğun gələcək, yəni 0,4-ə uyğun gələcək 1 və 5. Deməli 2, 4, sonra 1, 5 düzgün cavabımız oldu Y variantı. Sual 40. 0,2 mol kuprum sulfat vursun 5 molekul su birləşməsində neçə mol atom var? Gəlin baxaq burada. 1 kuprum, 1 kükürt, 4 oksigen və burada 3 atom var, 2 hidrogen, 1 oksigen. Qabağında da 5 olduğuna görə 3 ilə 5-ə vuranda eləyəcək 15. 15 dənə də burada 15 molda burada atom. Gəlin bunların hamısını toplayaq. Elə də 6 üstə 15 eləyəcək 21. Qısası burada. Əgər 1 mol molekul götürsək, burada 21 mol atom olacaq. Mənə deyir ki, 0,2 mol götür bu maddədən. Neçə mol atom olacaq?
x olacaq. X də buradan bərabər olacaq 4,2. Yəni düzgün cavabımız A variantı olacaq. Sual 41. Altdan bizə 2 vursa 23 sayda atomu olan X, Y4 birləşməsinin neçə moldur? Yazıram X, Y4. 4 buradan 4 yazaq. Fikir verin, bizə nə deyir? Əgər mən bundan, bax bu birləşmədən 1 mol götürsəm, burada olan atomların sayına baxıram. Bir dənə X, 4 dənə də Y. Yəni ümumilikdə 5 vurulsun 6,2 vur 10 üstü 23 ədəd atom olacaq bu maddənin 1 molunda. Bəs görəsən, bu qədər sayda atom, yəni 6,2 vurulsun 10 üstü 23 sayda atom ümumilikdə neçə mol deməkdir? X mol deməkdir. X də buradan bərabər olacaq. Bu onunla bu x-a gələcək. 5x bərabərdir 1-dir. X də buradan bərabər olacaq neçəyə? 5-də 1-ə, yəni 0,2-yə. Düzgün cavabımız D variantı. Sual 42. Deməli, bizə maddə verib x, y3 və mən də bilirəm ki, bu maddənin 1 molunda 1 dənə x, 3 dənə də y, yəni cəmi 4 vurulsun 6,2 vur 10 üstü 23 ədəd atom var bu maddənin 1 molunda. Bəs görəsən, 6,2 vurulsun 10 üstü 23 ədəd atom neçə moldadır? Buna bir sual işarəsi deyək. Bu sual işarəsi də buradan bərabər olacaq. Bu ona bu x-a gələcək. 4 sual işarəsi bərabərdir 1-ə. Yəni 4də 1 qısası 0,25. Yəni doğru cavabımız olacaq A variantı. Sual 43. A2B4 birləşməsinin 0,25 molunda cəmi neçə atom var? Dəyərli dostlar, maddəmiz A2B4-dür. Bu nə deməkdir? Bunun 1 molunda 2 dənə A, 4 dənə B, cəmi 6 vurulsun, 6,2 vur 10 üstü 23 ədəd atom var. Bəs görəsən bunun 0,25 molunda cəmi neçə ədəd atom var? Buna bir x deyək. X də buradan bərabər olacaq. Deməli 0,25-i 6-ya vuranda eləyəcək. Neçə eləyəcək? 4də 1, 4də 1 6-ya vuranda eləyəcək 1,5. 1,5 də 6-dan 102 vurulsun 23-ə vuranda eləyəcək 3,1 vurulsun. Deməli, gəlin bunu hesablayaq. 0,25 vurulsun 6 vurulsun 6,2 vur 10 üstü 23. Deməli, 4də 1-i 6-ya vuracaq. O da eləcək 1,5. 1,5-də vuranda eləcək 9,3 vurulsun 10 üstü 23. Biraz riyaziyyatım çox gözəldir dırnaq arası. Sual 44. AB3 birləşməsinin 0,25 molunda cəmi neçə mol, neçə atom var? Dəyərli dostlar, AB3. Belə bir birləşmə var. Bu mübarəkin 1 molunda gördüyünüz kimi bir dənə A, 3 dənə B. Cəmi 4 vurulsun 6,2 vur 10 üstü 23 dənə atom var. Və deyir ki, 0,25 molunun içərisində nə qədər atom olar? Allah bilir. Allahın izni mən də bilirəm ki, 0,25-i də 4-ə vuranda eləyəcək 1. 1 də 6,2 vuranda eləyəcək 6,2 vurulsun 10 üstü 23. Yəni düzgün cavabımız olacaq A variantı. Sual 45. 0,5 mol X2O3 birləşməsinin kütləsi 5,1 qramdır. X-in nisbi atom kütləsini müəyyənləyin. X2O3. Bu mübarəkin 1 molunun kütləsini tapaq. Bu mübarəkin 1 molunun kütləsi, baxın burada 2 dənə X var. 2X. 3 dənə də oksigen var. Hər oksigen kütləsi də 16-dır. 3-dən 16-ya vuranda 48 eləyir. Yəni, qısası bu maddənin 1 molunun kütləsi 2x plus 48 qramdır. Bəs görəsən, bu mübarəkin 0,05 molunun kütləsi 5,1-dirsə, bu x burada neçədir? Deməli, neyniyək? Hər tərəfi 2-yə vursaq, deməli 0,5, 5,1, sonra neyniyək? Hər tərəfi 2-yə də vuraq. 2x plus 48 bərabərdir 102 deyə bir şey alacaq. Deməli, 2x də buradan bərabər olacaq. 102-dən də 48 çıxanda eləyəcək 54. X də buradan bərabər olacaq 27. Düzgün cavabımız Y variantı. Sual 46. Bizə qazlar verib, mol sayları bərabərdir, atomların sayını müqayisə eləmək lazımdır. Dəyərli dostlar, gəlin təsəvvür edək, hər birindən 1 mol verilibdir bizə. Belə təsəvvür edək.
Əgər x, y3-dən 1 mol verilibsə, burada bir dənə x, 3 dənə də y, yəni cəmi eləyəcək 4 mol atom. Sonra ikincidə 2 dənə x, 1 dənə y, cəmi eləyəcək 3 mol atom. Sonuncuda 1 dənə x, 2 dənə y, cəmi eləyəcək 3 mol atom. Qısası N1 bunların ikisindən də böyükdür, bunlar ikisi də bir-birinə bərabərdir. Yəni düzgün cavabımız D variantı olacaq. Sual 47. Hansı maddənin 0,5 molunda 1,1806 vursa 10 üstü 24 sayda atom var? Gəlin, dəyərli dostlar, bunu bir balaca sadələşdirək. Neynəyək? 18,6 vurulsun 10 üstü 23 deyək buna. Dostlar, bu gördüyünüz deməli nə deməkdir? Bu gördüyünüz o deməkdir ki, əgər bunu altdan %2-yə bölsəm, bu eləyəcək 3 mol atom. Yəni demək istəyir ki, atom. Hansı maddənin yarım molunda 0,5 molunda 3 mol atom var? Onda belə çıxır ki, 1 molunda da bu maddənin nə qədər atom olmalıdır? Bilmirəm ki bunu. Bu bilmirəm ki də bərabər olacaq. Neçə olacaq? Yarım molda 3 isə 1 molunda da 6 mol atom var. Yəni demək istəyir ki, hansı maddə 6 atomludur? Birincidə 2, 6, 8 atomludur. Bunu götürəm mənəm. İkincidə 2, 4, 6 atomludur. Götürəcəm. Üçüncüdə 1, 2, 3 atomludur. Götürə bilmərəm. Dördüncüdə 2, 4, 6 atomludur götürəcəm. Sonuncu 1, 4, 5 atomludur götürə bilmərəm. Düzgün cavabımız 2, 4 eləyəcək. Sual 48. Hansı maddənin 0,5 molu 11,2 litr həcm tutur? Dəyərli dostlar, 0,5 molu 11,2 litr həcm tutursa, avtomatik bunun 1 molda 22,4 litr həcm tutacaq. Və bu nə deməkdir? Bu o deməkdir ki, bu maddə qaz halındadır. Yəni, dolayı yolla bizdən soruşur ki, hansı maddələr qazdır? Siz də bilirsiniz ki, brom adi şəraitdə mayedir. Bunu çıxdıq. Xlor qazdır, bunu götürəcəyik. Yod bərkdir, bunu götürməyəcəyik. Oksigen qazını götürəcəyik, ozon qazını götürəcəyik. Düzgün cavabımız 2, 4, 5. Sual 49. Hansı maddənin 1 molu eyni sayda, 1 molunda eyni sayda atom var? Oksigen yazılır O2. Gördüyünüz kimi 1 molunda 2 atom var. Su yazılır H2O. 1 molunda 3 atom var. Baxın, bunları da yazaq. 2, buna yazaq 3. Azot yazılır N2. Burada da 2 atom var. Argon yazılır R və burada da nə qədər atom var? 1 dənə var. Eyni sayda olanlar 1 və 3 oldu. Sual 50. Bizə 2 maddə verilib və deyir ki, x-i müəyyənləyin. Birinci maddəmiz dəm qazıdır. Dəyərli dostlar, dəm qazından 23,4 litr götürüb. Baxın, yazıram dəm qazını bura. Bu mübarəkdən 23,4 litr götürüb. 23,4 litr götürdüyünə görə bu nə deməkdir? Bu 1 mol deməkdir. Və bunun 1 molunda da gördüyünüz kimi 1 karbon, 1 oksigen, yəni 2 Na qədər atom var. Və bizə də atomların sayını B veribdir. Bu 2 Na özü B-yə bərabərdir. Yəni, qısası B-nin cavabı neymiş? 2 Na-ymış. Bunu qoyduq yerinə. Onda belə çıxır ki, burada B əgər 2 Na-dırsa, 2 Na-da 2-yə bölən eləyəcək Na. İndi gələk NH üçün. NH üçün, əgər mən bundan deməli, neçə dənə atom götürək? 1 dənə azot, 3 dənə də hidrogen, yəni cəmi 4 Na qədər atom götürsəm, bu nə deməkdir? Bu 1 mol deməkdir. Və 1 molun da həcmi nə qədərdir? 22,4 litrdir. Amma mənə indi nə qədər verib atom sayını? Baxın, Na qədər verib atom sayını. Tamam, Na qədər atom götürsəm, bunun həcmi nə qədərdir? X qədərdir. X də buradan bərabər olacaq. N'lar x sayacaq. 4x bərabərdir 22,4-dürsə, x bərabər olacaq. Deməli, 5,6. Sual 51. Bizə 2 maddə verilib, deməli NO və SH2 və sonra onların həcmlərini də verib, sonra onların atom saylarını da verib. Mən başlayıram SH2-dən. Dəyərli dostlar, bu SH2-dən əgər mən bundan 1 mol götürsəm, bunun həcmi eləyəcək 22,4 litr və burada olan atomların sayı 2 dənə karbon, 2 dənə hidrogen, 4 Na qədər atom olacaq. Amma mənə deyir şərtdə 11,2 litr götür və burada deyir atomların sayı A qədər olacaq. O zaman biz nə edəcəyik? Buradan da A bərabər olacaq. Bununla bu ixtisar gedəcək, yuxarıda qalacaq 2. 2A bərabərdir 4 Na. A da bərabər olacaq 2 Na.
Qısası A-nın qiymətini tapdıq. Əlhamdülillah 2 NA-ya bərabər imiş. Yuxarıda da A-nın qiymətini yerinə qoysaq, A əgər 2 NA-dırsa 2A da eləyəcək 4 vurulsun NA. Gəlin də NO-dan söhbət eləyək. Deməli, bir varmış, bir yoxmuş, bir NA varmış. Əgər mən bu maddədən 1 mol götürəcəmsə, bu 1 molunun həcmi eləyəcək 22,4 litr və burada olan atomların sayı. Bir dənə azot, bir dənə oksigen. 2Na qədər atom eləyəcək. İndi mənə deyir şərtdə bunun həcmini deyir x götür. Baxın, burada veribdir x götür. Burada olan atomların sayını da 4Na qədər götür. 4 vurulsun Na qədər götür. Gəlin bilək, bu N'lar x-lar geçsinlər. Bu 2 ilə də 4 x sayısın 2 qalsın. Qısası x bərabər olacaq. 2-ni vuracaq 22,4-ə eləyəcək 44,8 litr. Sual 52. Boş halda birinci və ikinci qabların kütlələri eynidirsə, M-i qramdan hesablayın. Dəyərli dostlar, birinci qabımızda nələr var? Birinci qabın tərkib hissəsini yazıram. Birinci qabımızda var hidrogen, özü də 1 mol. 1 molluq bir hidrogen də eləyir 2 qram. Sonra bir dənə var, M hərfi var. Mən nə bilim, M hərfi neçə qramdır? Elə M şəklində də saxlayıram. İkinci qabımızda nə var? İkinci qabımızda var, nə varmış? Yarım mol karbon qazı var. Dəyərli dostlar, karbon qazından əgər 1 mol götürəcəmsə, bunun kütləsi 44 eləyəcək. 12 karbon, 16 vurulsun 2, 32 də oksigen, elədi 44. Bəs görəsən, bundan mən yarım mol götürmüşəmsə, bunun kütləsi neçə qram eləyəcək? Allah bilir. Allahın iznə mən də bilirəm ki, bu 22 qram. Qısası ikinci qabın kütləsi eləyəcək 22 qram. Deməli, birinci qabın ümumi kütləsi elədi 2 qram, üstə gələm M. İkinci qabın kütləsi eləyib 22. Mənə deyir ki, qabların kütlələri eynidir. Onda belə çıxır ki, daha doğrusu həm qabların kütlələri eynidir, həm də baxın tərəzi tarazlıqdadır. Tarazlıq o demək ki, birinci qab və onun içində olan maddələrin kütlələri cəmi, ikinci qab və onun içində olan maddələrin kütlələrinin cəminə bərabərdir. Onda belə çıxır ki, bizim 2 plus M-imiz bərabərdir 22-yə. Onda M də buradan bərabər olacaq 20-yə. Sual 53. Bizə deməli qazlar verilibdir. CH4-dür, C2H4-dür, C4HX-dir. Molekulda karbon atomlarının sayının hamısını bərabər verib, qazların ümumi mol miqdarları da 7 veribdir. Dəyərli dostlar, baxın, yazıram burada CH4, mən bunun sadəcə C-sini yazıram. Sonra C2H4, ancaq karbon hissələrinə baxıram, C4HX, ancaq karbon hissələrini yazdım. Və mənə deyir ki, karbon atomlarının sayı bərabərdir. Karbon atomlarının sayının bərabər olması üçün bunlardan mən elə miqdarda götürməliyəm ki, karbon atomlarının sayı bərabər olmalıdır. Yəni, bunların əkobunu tapmalıyam. 1, 2, 4. Bunlar üçün əkob eləyir 4. Yəni, mən nə etməliyəm? Deyək ki, birincidən 4B qədər götürməliyəm, ikincidən 2B qədər götürməliyəm, üçüncüdən də B qədər götürməliyəm ki, baxın, karbon ayağında burada 1 var. 4B-ni 1-ə vuranda 4B qədər karbon olsun. 2B-dir, karbon ayağında da 2 var deyə, deməli 2B-ni 2-yə vuranda 4B qədər karbon olsun. Burada da karbon ayağında 4 var deyə, B-ni 4-ə vuranda eləsin 4B. Yəni, hər hamısında gördüyünüz kimi 4B qədər karbon olsun. Bunun şərtinə uyğun olaraq. 4B qədər karbon olsun. Hamısı da eyni qədər karbon olsun. Dostlar, indi mənə mol miqdarları birincidən 4B, ikincidən 2B, üçüncüdən də B qədər veribdir. Onda 4B üstünə gələm 2B, üstünə gələm B. Bunların hamısı birlikdə 7 olacaq. Bizə çünki qazların mol miqdarlarının cəmi 7 mol olduğunu göstərir. Bu da bərabərdir 7-dirsə, 7 bərabərdir 7. O zaman B də bərabərdir 1 olacaq. Yəni, belə çıxır ki, B-nin qiymətini yerinə qoysaq, birinci qabdan, daha doğrusu birinci maddəmizdən 4 mol verilibdir. Birinci maddəmizdə nədir? Metandır. 4 mol metan verilibdir. İkinci maddəmizdən verilibdir. B-nin qiymətini yerinə qoyaq. B1 D2 vuracam 1 eləyəcək ki, 2 mol verilibdir bizə nə? C2H4. Sonuncu maddəmizdən də B ilə 1-dir. 1 mol bizə verilibdir. Bu gördüyünüz üçüncü maddəmiz, yəni C4HX. Dostlar, birinci maddəmizin kütləsinə baxaq. Metan özünün M-eri 16-dır. Öndə 4 olduğu üçün eləyir 64 qram. İkincidə C2H4-ün kütləsi 28-dir. Öndə də 2 olduğuna görə eləyir 56 qram. Üçüncü maddəmizdə karbon 12-dir, ayağında 4 var deyə. 12-ni 4-ə vururam, eləyir 48.
Hidrogende bir də ayağında x var deyə x. Hə, bunların kütlələrinin cəmini bizə neçə verib? 178 veribdir. Bu üç ədədi toplayaq biz. 64 üstünə gələm 56, üstünə gələm 48, üstünə gələm x bərabərdir 178. Buradan da x bərabər olacaq 10-a.